1992-ci il mayın 8-də Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Albert Ağarunov əslində bir ömür deyil, bir tarix yazdı. Onun həyatı sübut etdi ki, vətən sevgisinin milləti, dini olmur. Bu sevgi insanın ruhunda yaşayar və onu qəhrəmana çevirər. Bugün biz onun adını sadəcə xatırlamırıq. Onun cəsarətini, əqidəsini və vətənə bağlılığını yad edirik. Çünki belə qəhrəmanlar unudulmur, onlar xalqın yaddaşında yaşayaraq gələcək nəsillərə örnək olur. 8 may Azərbaycanın milli qəhrəmanı Albert Ağarunovun anım günü kimi xalqımız tərəfindən böyük ehtiramla qeyd olunur. Bu tarix həm də Şuşanın işğalı günü ilə üst-üstə düşür və Azərbaycan tarixində həm kədərli, həm də qürurverici bir səhifədir. Bugün milli qəhrəmanın əziz xatirəsi dəfn olunduğu Şəhidlər Xiyabanında yad edilib. Bugün 1-ci Qarabağ müharibəsi iştirakçısı Albert Ağarunovun anım günüdür. Bizim Azərbaycan və İsrail dostluğumuz uzun illərə söykənir. Həmçinin 2-ci Qarabağ müharibəsində də İsrail açıq şəkildə dünyaya bizim dost ölkə olaraq qeyd etdi. Biz də bugün borc bildik özümüzə ki, gəlib Albert Ağarunovun məzarını ziyarət edək. Allah rəhmət eləsin cəmi şəhidlərimizə. Albert Ağarunov 1-ci Qarabağ müharibəsi başlayanda könüllü olaraq cəbhəyə yollanıb. O tank komandiri kimi Ağdam, Xocalı və xüsusilə Şuşa istiqamətində gedən ağır döyüşlərdə iştirak edib. Döyüş yoldaşlarının xatirələrinə görə Albert son dərəcə cəsur, çevik və soyuqqanlı döyüşçü idi. O tankdan istifadə etməklə düşmənin xeyli sayda canlı qüvvəsini və texnikasını məhv edib. Bəzi mənbələrə görə onun məhv etdiyi düşmən texnikasının sayı bir neçə tank və zirehli maşınlarla ölçülürdü. O, ən çətin anlarda belə geri çəkilməyə qəbul etməyən, sonadək döyüşən qəhrəmanlardan idi. Ölümündən sonra ona Azərbaycanın ən yüksək fəxri adı Milli Qəhrəman adı verilib. Bugün Bakıda onun adına küçə var, xatirəsi müxtəlif tədbirlərlə yad edilir. O, yalnız bir döyüşçü kimi deyil, həm də Azərbaycanın multikultural dəyərlərinin simvolu kimi tanınır. Yahudi icmasının diasporlarını, bizim qonaqları, hamısını təşəkkürümü bildirirəm ki, bu günləri bizim qəhrəmanımız, tank komandiri Albert Ağarunovun anım gününü yad edirsiniz. Biz hər zaman, hər vaxt Albert'in simvolunda, yəni ki, bütün şəhidlərə aid olur. Çünki Albert nəinki Azərbaycan xalqının qəhrəmanı kimi, o bütün dünyanın azadsever insanların qəhrəmanıdır. Adına küçə var, adına məktəb var, idman yarışları keçirilir. Ali Baş Komandana biz minnətdarlığımızı bildiririk ki, bizim şəhidlərimizi heç vaxt yaddan çıxarmırlar. Bizim döyüşçüləri, qaziləri heç vaxt yaddan çıxarmırlar. Не было бы наших героев, не было бы и победы. Все самое великое, все, что они сделали, мы смогли освободить свои земли под руководством нашего верховного главнокомандующего, нашего уважаемого президента İlham Aliyev. Allah rəhmət eləsin bizim şəhidlərimiz. Melih Yevdayev Dağ Yahudiləri icmasının sədri. Yahudi əsilli Albert Ağarunovun anım günü. Allah bütün cəmi şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Yerləri behişlik olsun. Allah Teala qazilərimizə də şəfa versin. Həmişə də bugünkü sülhsevər, sülh şəraiti, qardaşlıq, dostluq məhz həmən Azərbaycan xalqının yüksək mədəniyyətinin təzahürüdür. Məhz Ulu Öndər qeyd edirdi ki, tolerantlıq xalqın yüksək mədəniyyətinin təzahürüdür. Məhz xalqın yüksək mədəniyyəti imkan verdi ki, bu günləri biz belə bir təntənə ilə Albert'in anım gününü qeyd edirik. Allah Teala Azərbaycana o qədər xoş günlər qismət eləsin ki,
ve biz Azərbaycanda yaşayan bütün xalqlar həmin xoş günlərin yiyəsi olan bu günləri Azərbaycan həqiqətlərinin təntənəsi günüdür. Ona görə də Albert Azərbaycan torpağının hər qarışı uğrunda döyüşürdü. Deyir ki, çoxlu diyar, çoxlu torpaq görmüşəm. Biri bizim yerini verməz. Neçə çay çağırsa belədən belə, bizim xan arazının yerini verməz. Cəmşiddəki var dövlətə vermərəm, Hatəmdəki səxavətə vermərəm, Məcnundakı məhəbbətə vermərəm, bu ana vətənin bir qarışını. Ona görə də şəhidlərimiz məhz şəhidlik zirvəsinə qalxandan sonra da yaşayırlar. İnsan o vaxtı dünyada qalır ki, o özündən sonra xeyr işlərin yiyəsi olur, qəhrəmanlıqlar göstərir. Biz dünyada dostlara vəfadar olan, haqqa, ədalətə başayan mənəm. Ölən mən deyiləm öldüyüm zaman, öləndən sonra da yaşayan mənəm. Bir də Allah Teala bütün şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Onlar həmişə qəlbimizdə, ürəyimizdə, dilimizdə, gözümüzdə, şuurumuzdadır. Allah Azərbaycanı var eləsin və Azərbaycan xalqına o qədər xoş günlər qismət eləsin ki, biz də həmən günlərin yiyəsi olun. 533 nömrəli ekipajın komandiri Qasımova Sabirova. Qanun günündə vaxtımızı ayırıb gəldiyimizə görə öz minnətdarlığımızı bildiririk. Belə bir deyim var ki, şəhidlər ölmür. Şəhidlər həmişə diridir. Çünki onlar şəhidliklə cənnəti qazanırlar. 44 günlük müharibədə ali başlanandan, başda olmandan milli ordunun əskər və zabitləri işğal altında durdu. Hamısını təmizlədilər. Allah'ın köməkliyi inşallah. Həmin o tankı da, bu dəqiqə hal-hazırda qənimətlər parkındadır. Nömrəsi də 442-dir. Amma bizim tank 533. Yançı Qaqaqanov, Albert Qaqanovun qardaşı, böyük qardaşı. İstəyirəm hamısı bizə təşəkkürümü bildirirəm ki, unutmaq istəmirəm. Çox sağ olun. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin, milli qəhrəmanlarımıza rəhmət eləsin. Onlar Şuşa uğrunda canlarını fəda edirlər və qəhrəmanlıq, yəni şəhidlik zirvəsini ucaldılar. Allah hamısına rəhmət eləsin. Azərbaycan Dünyası Beynəlxalq Jurnalının baş redaktoru və təsisçisi Dədə Qorqud Milli Fondunun prezidenti Eldar İsmail. Bizdə Azərbaycanda nə millətli olsun, onlar özləri Azərbaycanlıyız. Mən Alberti açandan tanıyıram mən. Sağlığında deyirdim, mən Azərbaycanlıyam. Mən Məhrəmov Ədalət Yusuf olaraq ikinci qrup Qarabağ qazisiyyəm. Azərbaycanın milli qəhrəmanı Asım Məhrəmov Qadın Şəxsinin sədriyyəm. Günləri ziyarət edilmiş Albert bizim səngər dostumuzdur. Yəni mən belə deyim ki, bu şəhidlərin hamısı millətindən, dinindən, irqindən sorumludur. Öz sözlərini demiş. Yəni ki, bizdə o birinci Qarabağ müharibəsi, ikinci Qarabağ müharibəsi belə deyək ifadəsi deyirlər, amma müharibə başlayıb 91-dən belə deyək, atışmalar ondan başlayıb. Hər il 92-dən bu günə kimi ziyarət edirik. Yəni onun biz baxmarıq ki, o hansı millətdəndir, hansı dini sahibidir. Yəni insan üçün insanlıq var, ədalət var, haqq var, dünya var, Allah var, onu yaradan var. Ona ibadət edirik. Fərq eləməsin. Allah bütün şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Yəni bir gün onların ruhları şaddır. Yəni Şuşada hamı onu ziyarət edir. Orada axtarmırlar ki, hansı millətdəndir, hansı dinləndir. Din insanın vicdanıdır. Din insanın dünya görüşüdür, bəşəri düşüncəsidir. Bütün Albertin dostları burada nə qədər var. Yəni burada olmayan rayonlarda şəhidlərimizin məzarları var. Onları biz ziyarət edirik. Sağ olsun bütün bizim ordumuz, bizim qazilərimiz, şəhidlərimiz və ali baş komandanımız əməliyib ki, yəni bu qələbəni bizə yaşadan onlardır. Yəhudi əsilli şair, publisist, jurnalist Dəyənə Səlimxanlı Albert Aqaronova həsr etdiyi əsərdə qəhrəmanın keçdiyi böyük döyüş yolundan bəhs edib. Dəyənə Səlimxanlı qələmi ilə Albert Aqaronovun qəhrəmanlıq səlnaməsini əbədləşdirən şairlərdəndir. O əsərində vətən uğrunda canından keçən
Albert Agaronovun döyüş yolunu, cəsarətini və torpağa bağlılığını böyük sevgi və qürur hissi ilə qələmə alıb. Bu əsər təkcə bir qəhrəmanın həyat hekayəsi deyil, həm də Azərbaycan oğullarının vətən sevgisinin, mərdliyinin və fədakarlığının canlı təcəssümüdür. Albert Agaronovun adı necə ki tariximizə qızıl hərflərlə yazılıb, Dəyənəz Səlimxanlı da onu sözün gücü ilə yaddaşlarda yaşadıb. 2019-cu ildə Albert Agaronov haqqında müharibənin sonuna kimi adlı lirik, dramatik bir əsər yazdım və bu əsəri mən ingilis dilində tərcümə elətdirdim. Yahudilər harda anadan olmalarından asılı olmayaraq, hansı ölkədə doğulmalarından, hansı ölkədə yaşamalarından asılı olmayaraq, bu ölkənin kədəri də onlarında, sevinci də onlarındır. Mən əslində mən də bir əslindəyəm, yəni ümumən Yahudidir və mən də bu torpaqda doğulmuşam. Atam, anam, babam bu torpağa Albert Agaronov üçün mənim üçün də vətəndir. Albert Agaronov öz Azərbaycanın azadlığı uğrunda şəhid oldu. Azərbaycanın müstəqillik tarixinə qəhrəman bir oğul kimi yazıldı. Nə qədər zaman var, əsr var, bu yaşayacaq bu tarix. Mən də bir Yahudi əsr olaraq, bir jurnalist olaraq, mən də bu torpaq uğrunda, bu torpağın azadlığı öz qələmimlə, bu torpağın rəhbəri, deyək ki, bu dövlətin rəhbəri olan cənab prezidentin siyasi kursunu yazan bir jurnalist olaraq indiyə qədər bir neçə kitabların müəllifiyəm. Bu kitab, dediyim kimi bayaq qeyd elədim, Albert Agaronov haqqında kitabdır. Müharibənin sonuna kimi onu ingilis dilində də tərcümə etdirmişəm və bu da ingilis dilində olan tərcümədir. Eyni zamanda qeyd etdiyim kimi cənab prezidentin 2003-cü ildə ilk prezident seçiləndə cənab prezidentin diplomatiyadan siyasi alıntıya qədər yol İlham Əliyevin yolu adlı kitabını yazdım, hazırladım. Bu kitab da çox dəyərli bir kitabdır. Burada Azərbaycanda yaşayan azsaylı xalqların cənab prezidenti istəməsi, o siyasi kursu dəstəkləməsidir. Və ondan sonra isə mən eyni zamanda müharibənin bu il qələbəmizin 5 ili, möhtəşəm qələbəmizin 5 ili adlı bir kitab işləyib hazırladım. Bu da həm Ulu Öndərin keçmiş ittifaq dönəmində, həm də müasir müstəqil dövlətimizin memarı olması ilə bağlı. Yəni Azərbaycanın bütün taleyi, Ulu Öndərin xidmətləri ilə bağlı yazılar, əsərlər var burada. Və nəhayət 2009-cu ildə mən Ulu Öndərin 86-cı il dönümü ilə bağlı dəyərli bir buraxılış buraxdım. Və nəhayət bu kitabım isə İlahi Nur kitabıdır. Bu da Azərbaycanın görkəmli yazısı Mirzələr Paşayevin Babaların 14 əsri tarixinə bəslən lirik dramatik poemadır. Bu mənim birinci hissədir və bu poemanın ikinci hissə isə dediyimiz kimi Soy Ağacı kitabıdır. O da nəsil tarixinə bağlıdır. Bu kitabın təqdimatı olub, amma ikinci kitabın təqdimatı da yaxın vaxtlarda inşallah yəqin ki olacaq. Ümumiyyətlə qeyd etmək istəyirəm ki, mən də bir jurnalist olaraq burada bu vətəndə yaşamışam, yəni yaşayıram və babalarımız bu vətəndə yaşayır, burada doğulurlar. Mən də yenə də bir jurnalist olaraq öz xidmətlərimi göstərirəm və o siyasi kursu dəstəkləyirəm və eyni zamanda bundan sonraki əsərlərində onlarla bağlı, o siyasi kurla bağlı, vətənə xidmətlə bağlı olacaqdır. Eyni zamanda mən dünya yahudiləri, yəni bizim dünya yahudilərimizlə bağlı çox dəyərli bir proje üzərində işə başlamışam. O projenin də, o əsərin də əlbəttə böyük təqdimatı olacaq. Yəni İsraildə, bizim yahudilərin yaşadığı bütün ölkələr olacaq və bu əsər də artıq, yəni bu projeye də başlamışam və mən doğrudan da yahudilərimizdən fəxr edirəm. Onlar öz dünya görüşlərini, zəkaları ilə, ağılları ilə, elmləri ilə bütün dünyada tanınırlar. Hətta Quran-Kərimdə Allah təala buyurur ki, ey İsrail oğulları, mən sizi yaratdıqlarımız içərisində ən üstünü yarattım. Siz ən üstünü yarattım da oradan da belədir. Bizim yahudilər, İsrail xalqı belədir və onlar həmişə Azərbaycanın yanında olurlar, həmişə Azərbaycanın yanında da olacaqlar, həmişə dəstək verir və dəstək verəcəklər. Mən öz yahudi əsli olmağımdan fəxr edirəm. Vətəndaş kimi öz borcu nədə görürsən? Gəlib torpağı qorumaq. Nə qədər təxminən qalmaq niyyətindəsən? Müharibənin axırına kimi.
olsun.